Gülməyimi sevirdi, gülməyimi sevirdi, zarafatlarımı, əhvalımı, geyinməyimi, bəzənməyimi. Birinci doğrudan da insan bunu anlayana qədər, dərk eləyənə qədər bir vaxt, bir sürəc alır. Amma o məqamdan ki, artıq mən o qərarı verdim ki, mən bundan sonra artıq başqa bir şey əlimdən gəlməz, amma mən Oktayın hər zaman görmək istədiyi Dilarə olacağam və necə tanıyır, elə də davam eləyəcəm. Və bununla mən Oktayın ruhunu şad eləyəcəm. Və bu Oktay bugünkü Dilarə ilə daha çox fəxr edərdi. Çünki mən bugün Oktayın ruhunu şad edəcək daha çox işlər görürəm. Kübar bir xanım bu qədər ağır işlərin öhdəsində necə gəlir? Mənim bütün gözləntilərim özümdəndir. Bütün görəcəyim işlərdən sorumlu özüməm və bu həyatın rahat, asan və yaxud da ədalətli olduğunu da kimsə bizə deməyib. O ilahi ədaləti də heç vaxt heç yerdən gözləməməliyik. Eşidir yalnız. Biz gördüyümüz, bildiyimiz işlə məşğul olmalıyıq. Gün doğmadan nələr olar? Mən bu an ən bacardığım nədir? Mən onu edirəm. Kövrəldiniz Dilarə xanım.